Allah her şeye qadirdir. O istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz yalnız ona qaytarılacaqsınız. Siz nə yerdə, nə də göydə ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allah'tan başqa sizin nə bir himayədarınız, nə də bir yardımcınız olacaq. Məhz mənim mərhəmətimdən ümidlərini kəsənlər, Allah'ın ayələrini və onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır. Qövmünün cavabı isə ancaq ya onu öldürün, ya da yandırın demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır. İbrahim dedi, siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allah'ı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz. Lut ona iman gətirdi. İbrahim dedi, mən Rəbbimin yanına hicrət edirəm. Həqiqətən o qüdrətlidir, müdrikdir. Biz ona İshakı və Yaqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, ahirətdə əməli salihlərdən olacaqdır. Lutu da xatırla. Bir zaman o öz qövmünə belə demişdi. Doğrudan da siz özünüzdən əvvəlki aləmlərdə heç kəsin etmədiyi iğrənc bir iş tutursunuz. Həqiqətən, siz kişilərin yanına şəhvətlə gedir, yol kəsir və məclislərinizdə bir-birinizlə murdar işlər görürsünüz. Qövmünün cavabı isə ancaq, əgər doğru danışanlardansansa, bizə Allah'ın əzabını gətir demələr oldu.